Azərbaycanlılarının arxa dayağı səviyyəsində basılmaz bir el yaşayır. Onun çayları gürdür, bulutları doludur, suları, çeşmələri dumdurudur, surfaları açıqdır, göyləri genişdir. Sular elə çağlayır ki, deyirsən bu saat palıqları kökündən qopardacaq. Yəni, belə yerdə yaşayan insanlar da təbiətin özü kimi doludur, səxavətlidir, şirindir, dadlı tamlıdır. Mən inanıram ki, 1000 illərə yoldaş olan bir ömür yaşayacaq o kəndin cəmaatı, kək otu, kəhlik otu, yerində bərk otu prinsipindən həmişə öz kökünün üstündə, öz torpağında yaşayacaq. Nizamidən, Rustavelidən ənənəsi qoyulan o dostluq, o gözəl münasibət Səməd Vurğuna, Georgi Lianiziyə qədər və bugün yaşayan şair və yazıçılara qədər o dostluq, məhəbbət, bir-birini başa düşmək, qarşılıqlı anlaşma, şirin və mehriban qonşuluq, bir-birinin surfasında, xeyrində, şərində ürəklə iştirak eləməyən ənəsi bugün də çox şirinliklə, mehribanlıqla davam edir. Bizim aramızda olan tarixi dostluq, qonşuluq münasibətlərini həmişə pozmağa cəhd eləyən, ağa qara deyən, insanların qanını qaraldan, tarixə qara ləkələr salan erməni daşınaqlarının ağılsız və yersiz, haqsız münasibətləri zaman olub ki, bu dostluğa kölgə salıb. Ermənilər məsələ qaldırır, dünyanın hər yerində zurna çalırlar ki, bizə qarşı genosid olur. Xeyr, sizə qarşı genosid olmuyor. Dedi ki, arxivləri açaq, qoy dünya görsün. Erməni razı olmadı o arxivlərin açılmasına. Çünki erməni daşınaqları, erməni şovinistləri çox gözəl bilirlər ki, o arxivlər açılsaydı, görəcəkdilər ki, bunlar dünyaya neçə illərdə ağ yalan danışırlar. Ancaq bu yalan keçməyəcək. Həqiqət ondan ibarətdir ki, Gürcü və Azərbaycan xalqları bir-birinə qarşı həmişə doğma olub və erməni xalqı, erməni şovinistləri həmişə bu dostluğa kölgə salmaq istəyirlər. Ancaq onu bacarmıyorlar. Böyük Gürcü yazısı İlya Çavçavazze'nin Daşların Fəryadı əsərini oxuyan adam çox gözəl bilir ki, ermənilər bizdən 1000 dəfə artıq müsibəti Gürcülərin başına gətiriblər. Daha böyük ürəkli, daha səmimi qüvvələr gəlir siyasətə, dövlətə, dövlətçiliyə və onlar zaman-zaman Gürcü və Azərbaycan xalqlarının dostluğunu, mehriban qonşuluğunu qoruyacaq və orada da Qabal adında bir kənd, mənim dəfələrlə ziyarətində olduğum, vurulduğum, şəninə gözəl şeirlər yazdığım o böyük kənd, o böyük Qabal mahalı həmişə öz yerində möhkəm duracaq, Gürcü və Azərbaycan xalqının dostluğunu göz bəbəyi kimi qoruyacaqlar.